Salam, Araş şirkətinin sponsorluğu ilə Dərindən Söhbətlər podkastımızın növbəti bölümü ilə qarşınızdayıq. Bu dəfə də çox maraqlı bir mövzu ilə qonağımız dermatoloq, trixoloq Ülviyə Qaraqurbanlıdır. Xoş gəlmisiniz Ülviyə xanım. Necəsiz? Çox sağ olun, siz necəsiniz? Sağ olun. İnanıram ki, bugünkü mövzumuz çox maraqlı olacaq. Gəlin ilk öncə sizi tanıyaq. Mən Ülviyə Qaraqurbanlı. 2000-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişəm və ixtisasım dermatovenerologiyadır. Sadəcə son zamanlar venerologiya ilə məşğul olmadığım üçün daha çox dermatologiya, kosmetologiya və trixologiyadır. Trixologiya da siz bilirsiniz ki, dermatologiyanın parçalanmaz bir hissəsidir. Və bir neçə il dəri-zöhrəvi dispanserdə işlədikdən sonra xarici ölkəyə üz tutub, orada mən kosmetologiya üzrə oxumağa getdim və orada dermatologiyanın sərhədlərinin olmadığını gördüm. Çünki nəyə görə? Həmin bu kosmetologiya dediyimiz xətt birbaşa dermatologiyanın özüdür. Lazer texnikaları, inyeksion texnikalar, bunların hamısı dermatologiya müalicəsində, hər bir xəstəliyin müalicəsində kömək edici bir vasitədir. Çox gözəl bir mütəxəssislərlə tanış oldum. İstər İtalyan, Alman, Türkiyə, Rusiya mütəxəssisləri. Bu bizim müalicəmiz və yaxud yox, bu heç. Xaricdə bir çox ölkələrdə oldum. İspaniya, İtaliya, Rusiya, Türkiyə, hər bir ölkədə, hər bir həkimdə bir şeylər öyrəndik və təcrübəmizi artırdıq. Bununla belə artıq 26 ildir ki, mənim bir iş təcrübəm var və bu gün sizin suallarınıza cavab verməyə çalışıb və o sualların cavabında çox güman edirəm ki, doğru düzgün bir cavablarımız olacaqdır. Bizi qulaq asan auditoriyamıza bir köməyimiz dəyəcək. Ülviyə xanım, yəqin bu fikirdə siz də mənə qoşularsınız ki, insanların ən çox səhlənkar davrandığı, diqqət yetirmədiyi mövzulardan biri də saçdır. Məsələn, hər şeyə vaxt tapırlar, pul tapırlar, diqqət ayırırlar, amma nədənsə saçlarına o qədər də diqqət yetirmirlər. Elə ona görə də bugünkü mövzumuzu bununla bağlı istəyirəm söhbət eləyək ki, insanlar da saçların nə qədər dəyərli olduğunu anlasınlar ki, artıq bəzi problemlər üzə çıxandan sonra gec olmasın və saçlarını itirməsinlər. Ülviyə xanım, gəlin ilk öncə dəqiqləşdirək. Saç və baş dərisi dedikdə nəyi nəzərdə tutursunuz və ümumiyyətlə sağlam saç necə olur? Yəni bir insan necə bilsin ki, onun saçı və baş dərisi sağlamdır, yoxsa deyil? Siz daha öncə qeyd etdiniz ki, saça fikir verən yoxdur. Məncə son zamanlar özəlliklə qadınlarımız sizə indi qulaq assalar narazıçılığını bildirər ki, necə yəni fikir vermirik? Saç salonlarına gedirlər, orada bir botoks adlı və yaxud başqa bir keratin adlı bir baxımlar etdirirlər. Ondan sonra boyalarını daha yaxşı boya seçirlər. Və bunlar bunu saç baxımı kimi hesab olunur. Okey, yəni narazı deyiləm, amma sizin verdiyiniz sual bir həkim tərəfindən, yəni baxılsa, qiymətləndirilsə, belə bir cavab verərdim ki, həmin bu keratinlər, ondan sonra botokslar saçlar üçün bunlar hamısı kimyəvi və yaxud boyalarımız, bunlar hamısı kimyəvi maddələrdir və təbii ki, bunların hamısı saçımıza hardasa da bir neçə faiz olsa da zərər verir. O ki qaldı sizin sualınıza ki, biz necə bilək ki, saçımız sağlamdır və yaxud saçlı dərimiz sağlamdır? Doğru düzgün olub-olmadığı üçün ilk öncə bir dermatoloqun, trixoloqun müayinəsindən keçmək lazımdır. Bu dərin bir baxış keçirilir həkim tərəfindən. Bir də ki, sizə bir şey deyim, bəzən pasiyentlər deyir ki, trixoloq. Yəni trixoloq dediyimizdə trixologiya dərinin, yəni dermatologiyanın bir qoludur. Ayrılmaz bir qoludur. Çünki nəyə görə? Saç bizim dərimizin törəməsidir və ona görə də hər kəs bilməlidir ki, dermatoloqlar saça baxa bilər. Yəni illa adının önündə trixoloq deyə yazılmamalıdır. Hər bir dermatoloq saç problemlərinə baxa bilər. Bəli, trixoloqlar isə bu saç problemlərini daha dərin. Tutalım, mən dermatoloqam, mən dərini oxumuşam, dəri xəstəlikləri, saç ona bağlıdır.
Amma trixologiya bir neçə ilimi trixologiyaya ayırmışam. Saçı daha dərindən və yaxud saçlı dərini daha dərindən oxuyub onu bir məzunu olmuşam da. Belə də anlata bilərəm bu durumu və mənim üçün sağlam saç, parlaq saç araları sıxlığının normal olması, yəni hər bir saçın arasında bir məsafə var. O məsafə çoxaldıqca biz o saçların seyrəlməyini görürük. Ondan sonra parlaq dedik, sıxlıq dedik. Saçın daha çox qadınlarda təkrar biz onu müşahidə edirik. Saçın uclarının düzgün olması, yəni saç qıran olmaması, qırıq-qırıq olmaması. Bəzi bizim gənc qızlar saçları uzun olsun deyə kəsməkdən qorxurlar ki, yox doktor, mən axı saçımı uzadıram. Bir şey var, əgər saçın uzu sağlam deyilsə, o uc kəsilməsə, o heç uzana da bilmir. Bu belə bir anlayış sağlam saç üçün. O ki qaldı artıq bizim bir kabinetimizdə baxış keçirdiyində və yaxud sizin çox gözəl bir cihazınız var, Photo Finder cihazı. Məsələn, o hər bir trixoloqun önəmli bir cihazıdır. Bu cihaz saçların saymağını biz oturub saçları saya bilmərik. İstəsək belə milyonca saç var. Saçı saya bilmərik. Saçın böyümə fazası yoxsa ölüm fazası, yaşam fazasında olduğunu bilə bilmərik. Photo Finder isə bugünkü gündə bizə o cavabı verir, hesablayır və əlimizə cavab verir. Və biz onda tək saçın sayını yox, həmən o saçlı dəridə nələr baş verdiyini belə görürük. Çünki sadəcə gözlə baxdığımızda dərini görürük. Amma Photo Finder vasitəsilə 140 dəfə böyüdülmüş bir dərini gördüyündə biz pasientimizin və yaxud müştərimizin deyim, saçınızın hətta doğru düzgün yuyub yumadığını görürük. Yəni çünki o dəridə olan kəpəklənməni görürük, dəridə olan damarcıqları görürük və hər bir bu element saçın və ya saçlı dərinin sağlam olub olmadığının göstəricisidir. Çox sağ olun Rüya xanım. Həqiqətən də yəni çox maraqlı bir məlumatlardır. Bilmədiyimiz, yəni bir-birinə bağlılığını bilmədiyimiz bir məsələlər də var. Ki problem hardan yaranıb və nə ilə nəticələnir. Bir də ki, doktor, mənə elə gəlir ki, bu insanların çoxusu saçı estetik görüntü kimi qəbul eləyir. Halbuki bəzən bəzi həkimlər deyir ki, saç orqanizmdə olan problemlərin ilk siqnallarından biridir. Doğrudan da bəs saçlarımız orqanizmdə olan problemlərdən bizə nə isə deyə bilər? Bir çox insan, təbii ki, tibbi təhsili olmayan insanlar saçlarımızı sadəcə bir görünüş olaraq qəbul edirlər. Bu normaldır. Yəni onlar tibbi bitirməyiblər və saçın nə olduğunu bilə bilməyərlər. Amma biz həkimlər bilirik ki, saç dərinin törəməsi olduğuna baxmayaraq, saçın tökülmələri və yaxud saçlı dəridə bir çox elementin ortaya çıxması bir neçə orqanın problemindən bir xəbər ola bilər. Və bunu təbii ki, həkimə müraciət etdiyində, ilk öncə saç töküləndə ilk ağlına gələn həkim kim olur? Dermatoloq və yaxud trixoloq. Pasient şikayətlə gəlir ki, doktor, saçım tökülür. Və bir anamnez toplayaraq, yəni sorğu-sual edərək iç xəstəliklərini belə biz bu saç tökülməsindən belə ortaya çıxarda bilərik. Hətta biraz bəlkə də mövzumuzdan uzaq duracağam, amma bu bir məlumat da verim ki, mən tibb universitetində oxuyarkən bizim bir maraqlı kafedramız var idi. Tibbi ekspertiza. Rusça судебно-медицинская ekspertiza idi. Bu məhkəmə işləri olanda, nələr olanda təbii ki, bu kafedram müdaxilə edirdi və biz orada dərs keçdiyimizdə bizim bir rəhmətli professorumuz var idi. O zaf kafedra idi, Rafiq Yusifli. İnandırım sizi ki, o illərdə, yəni 90-cı illərdə saç üzrə bir çox tədqiqat aparırdı. O bir saçın içində olan mikroelementlərdən artıq bədəndə hansı xəstəliyin ortaya çıxa biləcəyini belə bilirdi. Bəs ümumiyyətlə saçlarımızın sağlam olub olmaması nə ilə əlaqədardır? Bir də ki, saçlarımıza təsir edən faktorlar hansıdır? Çox faktor var. Faktorlar iki növə bölünür. Daxili
və xarici faktor. Xarici faktordan başlayım, çünki o daha az bir miqdardır. Xarici faktorumuz nə ola bilər? Soyuq hava, şaxtalı hava, günəşli hava, ondan sonra kuaförlər, yəni saç ustalarımızın fenlə təsiri, boyalarla təsiri. Bunlar hamısı xarici faktorlardır ki, amillərdir ki, saçın strukturuna təsir edə bilər. O ki qaldı daxili faktorlar. Daxili faktorlar bir çox xəstəliyin siqnalıdır, bir çox xəstəliyin amilidir. Məsələn, saç tökülməsi. İlk öncə ağlımızdan keçən dəmir azlığı. Bədənimizdə dəmirin deposu azalması, qanaxma ola bilər. Hansısa bir xəstəlikdən dolayı gələn anemiya ola bilər ki, dəmir azlığına ilk öncə saçlar töküləcəkdir. Yəni ola bilsin başqa bir faktorlar da, halsızlıq, yuxulu olması belə, o da ola bilər, amma saç mütləq tökülür. Ondan sonra stres, kortizolun yüksək olması. Əgər bir pasient 3 ay öncə gəlib bu gün mənə şikayət edir ki, saçı tökülür, ilk sualım olur, 3 ay öncə stres keçirtmisinizmi? Bəli, siz indi mənə baxdığınız kimi, pasient də təəccüblə baxır ki, 3 ay öncə keçirilən stres 3 ay sonrasında saçı tökməyə başlayır. O kortizola bağlıdır, stres qarmonuna bağlıdır. Sonra qalxanvari vəzimiz, zob deyirik. Amma burada qalxanvari vəzin hiperfunksiya və hipofunksiyası var. Ya çox çalışır, saç tökür, ya az çalışır, onda da saç tökür. Yodun çatışmamazlığı, o da qalxanvari vəzə bağlıdır. Yod çatışmamazlığında saç tökülə bilər. Və bu amillər o qədərdir ki, qəbul etdiyi bir dərmanlar saç tökə bilər. Ondan sonra hormonal pozulmalar, məsələn, istər qadınlarda, istər kişilərdə saç tökə bilər. Kişilərə məxsus saç tökülməsi var, androgenetik saç tökülməsi. Düzdür, kişilərdə biz onu xəstəlik kimi hesab eləmirik, amma faktiki olaraq kişilərin saçını tökür. Və bir çox gənc oğlanlarımız stresə girir bundan. Yəni belə bir amillərimiz çoxdur və ona görə pasient bizə müraciət etdiyində həmin bir konsultasiya hardasa da bir saat davam edir. Trixoloq olaraq qəbulumuza gələn pasientlərin ən çox şikayəti nə olur? Son illərlə müqayisədə hansı saç problemləri ilə daha çox rastlaşmısınız? Daha çox son illər təbii ki, biz 20-ci illərdə Covid keçirtdik. Mən sizə deyim ki, Covid sonrası, Coviddən bir il sonra daha çox total bir saç tökülmələri gəldi. Total saç tökülmələri, yəni ki, bir xəstəliyə bağlı olmadan sən araşdırırsan, amma dəmiri normada, qalxanvari vəz normada işdir, saçlı dərisi normalda, amma saçlar tökülür. Mən bunu Covid xəstəliyinə bağlayıram, çünki orada virus yüklənməsi çox idi, aqressiv bir virus idi və o zamanlar pasientlərimizin bir çox dərman qəbul etməsi çox güman ki, həm virusun intoksikasiyasına bağlı, həm dərmanların intoksikasiyasına bağlı, üstəlik də bir o stres dönəmi, çünki çox böyük bir stres idi, onlara bağlı olan bir saç tökülmələri oldu. Doğrusunu desəm, sonuçları yaxşıdır, amma çünki o follikullar məhv olmadan onları geri dönüş edə bilirik müalicə vasitəsilə və sizə dedim total alopesiyalarda belə total dediyimdə yəni ki, bütün saçlı dəridə tökülmə, yəni bir var saçın tökülməsi ocaqvari. Biraz bir tərəfdən tökülür, yumru bir alan əmələ gəlir, keçə. Elə yox, amma bütün saç skalpda, yəni bütün saçlı dəridə tökülmə. O da ki, yenə də təkrardan deyəcəm. Deyəcəksiniz ki, doktor çox deyir o photo finderi, amma təkrardan deyim ki, photo finder vasitəsilə biz onu araşdırıb ortaya çıxardırıq. Çünki niyə? Photo finder'ın bir proqramı var, saçları hesablayır və artıq bizə hansı nahiyədə saçın çox, hansı nahiyədə saçın az olmağın miqdarını verir faiz olaraq və biz onu kontrol etdikdən sonra görürük ki, total alopesiya daha çoxdur. Mən sizə deyim, androgenetik alopesiyalar, bunlar kişilərə məxsus olan alopesiya deyilik, testosteron hormonuna bağlıdır və onlar deməzdim ki, daha çoxdur. Ortalama, yəni nə qədər olubsa elə bir ortalamada gedir. Yəni
deməzdim ki, çox görürəm. Yox, necə 2000-dən öncə, 2000-ci illərdən müşahidə edirdim, elə də müşahidə edirəm. Daha çox bir də ki, Coviddən sonra hər kəsin immun sistemində bir dəyişiklik oldu və təəssüf ki, ocaqvari alopesiyalar da çoxaldı. Ocaqvari alopecia areata, rusca açagovaya alopesiya və yaxud belə insanlar arasında ala-ala saçın tökülməsi deyilir. Onlar da çoxalıbdı. Bunlar immun sisteminə bağlıdır. Təəssüf uşaqlarda da çox görünür o. Yeniyetmələr ya daha 4-5 yaşından olan uşaqlarda belə müşahidə edirik. O alopesiyaların qorxusu yoxdur. Mənə gələn pasiyentə hər zaman deyirəm ki, qorxma, zaten bu varsa da bunu aradan qaldırarıq. Saçınız geri dönəcək. Çünki follikullarınız məhv olmayıbdı. Sadəcə zaman tələb olunacaqdır və immun sisteminiz mütləq şəkildə diqqət çəkir və immun sisteminizi hər zaman sağlam saxlamalısınız. Yəni ki, həkim nəzarəti altında olmalısınız. Başqa saç tökülməsi hansılar daha çoxdur deyim. Bəlkə də düzdür, bir saç tökülmələri var ki, uşaqlar bilmədən, onlar da stressə bağlı bilmədən trixomaniya deyirik. Oturub dərs oxuyarkən saçlarını yolurlar. Elə bir saç deyim ki, onlar çoxalıbdı. Yox, bəlkə də kolleqalarımda daha çoxdur, ola bilsin. Ondan sonra, yəni kolleqalarıma müraciət daha çox olunur. Məndə tək-tək olubdu bu illər ərzində. Başqa saç tökülmələri daha çox daxili orqanlara, hipovitaminozlara bağlıdır və onların nə gözəl ki, geri dönüşləri olur. Bəzi saç tökülmələri var ki, siz mənə daha öncə sual verdiniz ki, saçlı dərinin sağlam olması. Bəzi saçlı dərilərdə göbələk mənşəli bir saç tökülməsi olur. Yəni ki, artıq bu saçın özünün xəstəliyi yox, saçlı dərinin xəstəliyi. Yəni saçlı dəriyə bir göbələk düşər və o orada inkişaf edər, cücərər və həmən dərini zədələyər. Təbii ki, dərini zədələyəndə də saçımızı zədələyir. Onun da müalicəsi çox rahatdır. Yəni məişəti bilirdən, etiologiyası bilinirdən, antifungal terapiyadan sonra təm bərpa olunur. Problemimiz aradan qalxır. Doktor, elə saç tökülməsi demişkən, məncə insanların ən çox qorxduğu mövzulardan biri saç tökülməsidir. Məsələn, saçlarını yuyurlar və sonradan daraqda, yəni həmişəkindən daha artıq saç görəndə panikaya düşürlər. Elə buna görə də sizdən soruşmaq istərdim ki, saç tökülməsi nə vaxt normaldır, nə vaxt Nə zaman panikaya düşsünlər? panikaya düşməyə və qorxmaq lazımdır. Məncə heç bir zaman qorxmasınlar. Yəni ki, panikaya düşmək o da stressdir. Panikaya düşməsinlər. Şükür Allaha, ölkəmizdə nə qədər dermatoloqlarımız var. Hər bir dermatoloqun qapısını çalıb da randevusunu alıb bir dermatoloqa getməkləri daha məsləhətdir. Çünki azından çoxundan həkim müayinə edib tökülmənin səbəbini biləcəkdir və bunun artıq panika olub olmadığını biləcəkdir. Yəni pasiyenti panik durumdan çıxardacaqdır və müalicə edər. Bir saç tökülmələri var ki, məsələn, çapıqlanır. Saç töküldükdən sonra çapıqlanır və o saç tökülmələri mən hesab edirəm daha aqressivdir. Amma ki, erkən evrədə, yəni erkən zamanda həkimə müraciət etsə, həkimlər o xəstəliyin önünü alacaqdır və saçlar daha sağlam olacaq və panik olub da daraq üzərində bir-bir saçları hesab saymağa dəyməz. Bir də belə bir cavab verim sualınıza. Normada saçlarımızın 3 dövrü var. Mən pasiyentlərə başa salanda belə başa salın. Düzdür, termik olaraq deyəcəm ki, terminlərini anagen, katagen, telogen. Dedim mən sizə. Siz zaten o bir anlayışınız olmayanda tipdən anagenin nə olduğunu bilməyəcəksiniz. Və mən bunu pasiyentlərə necə başa salıram ki, saçlar da canlı olduğuna görə onların bir anadan gəlmə dövrü var, yaşam dövrü var və ölüm dövrü var. Və həmən o daraqda dedikləri ki, saçı görəndə normada saç tökülməlidir.
Bizi qorxuzan nə olur? Saçın sayı deyil. Tamam, saç çox tökülür. Araşdırırıq. Bizə əsas lazımdır ki, tökülən saçın folikulu məhv olmasın və onun yerinə yeni saç çıxsın. Ola bilsin ki, həmin pasiyentimiz uzun müddət bu məsələn hansısa bir ölkədən o biri ölkəyə uçuş eləyib, uzun müddət uçaqda olub, samolyotda olubdu. Orası havasız bir yerdir. Ola bilsin ki, bu pasiyent bir ölkədən o biri ölkəyə tam fərqli bir, yəni yaxın ölkələr deyil, tam başqa bir materik ola bilər, tam iqlimi başqa ola bilər, suyu başqadır və ona görə adaptasiya olunmalıdır deyən saç tökülə bilər. Onlar hamısı geri dönüşlü bir şeylərdir. Başqa sizə nə deyim, yəni ki, pasiyentin qorxmamağına görə? Ola bilsin ki, bəlkə də heç bir 15 gün daha öncə qrip virusuna yoluxub, qrip keçirdi. Bizim üçün biz qripə necə baxırıq? Heç qrip oldum da soyuq dəymədi. Amma bu bir virus məişəli olan bir xəstəlikdir. Həmin o virus, qripin virusu belə bədənimizə düşəndə, bədənimizdə Saçınızda təsirlənir. təbii ki, təsir edir və saçımızı tökə bilər. Nəyə görə? İntoksikasiya verib, saç tökübdür. Bəzi pasiyentlər kontrolsüz dərman qəbul edir. Antibiotik qəbul edirlər. Boğazım ağrıdı, antibiotik içdim. Bilməm haramda nəsə oldu, antibiotik içdim. Onların təsiri ola bilər. Ona görə ilk öncə saç daraqda o saçı gördüklərində panik eləməkdənsə və yaxud aptekdə hansısa da bir dərmanı əldə etməkdənsə və yaxud aptekçininmi, qonşununmu, rəfiqəninmi reseptini almaqdansa bir dermatoloqa müraciət edib doğru düzgün müayinədən keçib müalicəsi almaqları daha düzgün olar. Son illərdə ətrafımızda tez-tez saçlarım əvvəl belə deyildi, artıq çox seyrəkləşib deyə sözləri çox eşidirik. Bəs sizcə həyatımızda nə dəyişiklik baş verib ki, bu belə bir hallar artır? Və yaxud da əvvəl də var idi, sadəcə onda daha diqqət yetirmirdik. Ola bilsin ki, əvvəllərdə var idi, təbii ki. Ola bilsin. Siz necə? Biz artıq dəyişirik. Zamanımızın texnologiyalarımız dəyişir. Zaman tam fərqli bir zamandır. Nə barədə? Bir söz deyəcəm, düzdür, onun elmi bir adını indiyə kimi də bilmirəm. Elə də deyəcəm, cırt-cırt deyilən bir saç yapışdırırlar, qaynaqlar. Bir çox qadınlar cırt-cırt deyə gəlirlər saçlarını, saçlı dərinin üstündə yapışıq-yapışıq bir saç qaynaqları var. O qaynaqları çıxardandan sonra panikaya düşürlər ki, %50 saç yoxdur. Ola bilsin. Niyə? O saçı yapışdırır. Saçlı dəri qidalanmır. Yəni qan dövranı azalır. Ondan sonra təbii ki, bu pasiyent saçını yaxşı yuya bilmir. İkincisi, gün ərzində neçə dəfə darıyır. Darıya bilmir. Elə saçımızın İstər-istəməz ağırlıq verir də. ağırlıq da verə bilər. Ondan sonra orada kimyasal yoxsa termik nəsə bir şey olur. Onlar təbii ki, hamısı o saçları zədələyirlər. Daha öncələr saçlarım tutalım qaynaq eləməyən pasiyentlər, daha çox öncələr saçlarım çox idi. Düzdür. 20 yaşlarda olan saç həcmi ilə 50 yaşlarda saç həcmi eyni deyil. Maalesef yaşlanırıq. O da bir amildir. Çünki nəyə görə? Metabolizmamız dəyişir. Bədənimizdə bizim yaşlandıqca indi nutrisioloqlar daha çox terminlər istifadə eləyir. Bədənimizdə oksidativ stres, bədənimizdə xroniki iltihab prosesləri var. Təbii ki, onlar da saçlarımıza təsir edir. Ona görə 20 yaşlarda olan bir qızın və oğlanın saç həcmi daha gür ola bilər. Yaşı artdıqca azala bilər. Və yaxud isə hansısa da bir xəstəlik qazanırıq yaşadıqca, həmin o xəstəliyin təsiri də ola bilər. Yəni burada da bir çox amil olur. Saç tökülməsi demişkən, insanların ən çox qorxduğu məsələlərdən biri də keçəlləşmədir. Bəs keçəlləşmə sadəcə genetikadır, yoxsa onun qarşısını almaq və yaxud da ləngitmək mümkündür? Yəqin ki, çox güman sizin verdiyiniz sual androgenetik alopesiyaya aiddir. Yəni genetik saç tökülməsinə. Androgenetik alopesiya da bir ayrı bir mövzudur. Qadınlarda androgenetik alopesiya olanda biz onu bir xəstəlik kimi qəbul edirik. Hormonal disbalansa bağlayırıq. Çünki qadınlarda testosteronun yüksəlməsi bir xəstəlikdir.
Amma kişilərdə birbaşa bu testosterona bağlıdır deyən, bu saç tökülməsi, kişilərdə biz bunu genetik olaraq normal qəbul edirik ki, ailənizdə varsa, atanızda, dayınızda varsa da, deməli siz də genetik olaraq bu saç tökülmə tipini özünüzdə, genetik olaraq sizdə kodlaşdırılıb deyən hansısa bir amil vasitəsilə ortaya çıxıbdır. Bu saç tökülməsində kişilərdə deməli, maalesef geri dönüş olur. Amma ki, yox siz bir müalicəni aldınızsa ömrünüzün sonuna qədər bu saç tökülməyəcək deyə bir şey yoxdur. Biz sadəcə həmin bu saç tökülmənin zamanını uzadırıq ki, saç 10 günə töküləcəksə, 1 aya, 2 aya tökülsün. Belə sizə başa salım. Biz onun zamanını uzadırıq. Amma bir zaman gəldiyində təbii ki, o saç itirəcəyik biz o saçı, folikul məhv olunacaqdır. Sonunda həmin bir pasientlərimiz nə saç həkiminə müraciət edə bilər, saçı əkdirə bilərlər, əkilmiş saçlar tökülmür. Əkilmiş saç tökülmür və konsultasiya zamanı saç həkimi ilə məşğul olan həkimlər daha ətraflı məlumat verirlər. Çünki o da etapla keçirilən bir şeydir və yaxud bir əməliyyat zamanı neçə qreft əkilə bilər, saç sıxlığı necə ola bilər, onun hamısını konsultasiya zamanı pasientlərimiz ətraflı alırlar məlumatı. Mən hesab edirəm ki, ona görə stressə girmək və yaxud çünki kişilərimiz stressə girir, bir kompleks yaşayırlar. Amma həyat o qədər qəlizdir ki, bir saç tökülməsinə görə stressə girməyə məncə dəyməz. Artıq həlli var. İstər terapiyada, çünki terapiyada daha öncələr 2000-ci illərdən mən sizə deyim, əlimizdə bir molekula var idi. Hialuron turşusu idi, onu saça vura bilmirdik məsələ. Və yaxud vitamin idi, biotin və yaxud bilməm hansısa başqa bir vitamin olsun, bir molekula idi. Amma indiki devirdə, indiki müasir bir devirdə texnologiya müasir olduğuna görə biz meza kokteyldən tutma egzosomlara qədər əlimizdə bizim bir çeşidimiz var. Ona görə pasientləri biz əvvəl mezoterapiya həftədə bir dəfə çağırırdıq. İndi artıq ayda bir dəfə çağıra bilərik. Ona görə indiki bu devirdə o saçın tökülməsinin qarşısını almaq bizim üçün məncə daha asandır. Sadəcə burada pasientin bir zamanı gedir. Pasiyentdən səbir tələb edirik. Çünki bu bir gündə. İndi bir sualı da mən sizə təklif edim ki, pasiyentlərin də tez-tez sıx-sıx verilən sualları bir seansda aldığı nəticə. Bir seansda biz nəticəni ala bilmirik. Çünki bu saç, mən həmişə nə deyirəm? Saçlı dəri bir torpaqdır. Saçlı dərinin içinə qoyulmuş bir toxumdur. Səmənimiz bizim Novruz bayramında bir gündə bitir. Yox, biz onu necə suluyuruq, baxırıq, bir neçə həftəyə səməni ortaya çıxar. Eyni şey də saçdır. Saçıma baxım lazımdır. Saçıma bir istər ev baxımı, istər həkimə gedişatda bir baxım lazımdır ki, bu saç bir aya sadəcə 4 millimetr cücərir, 4 millimetr uzanır. Ona görə saçlı dəriyə baxımlar, müalicələr hardasa bir ən azından 6 ay zaman tələb edir. Belə başa düşürəm ki, saçlarımızın tökülməsi necə birdən-birə deyil də zamanla baş verirsə, elə də ki, müalicəsi və yenidən çıxması da müəyyən qədər zaman aparmalıdır. Mütləq zaman tələb edir. Yəni ki, bir seansda və yaxud bir həftə tabletka içməklə və yaxud reklamlarda bir çox, bilmirəm, şeylər təklif olunur, kremlər, losyonlar. Elə olsaydı, yəni elə tezliklə saç çıxsaydı, məncə biz həkimlər bu qədər araşdır, bu qədər oxuyub ortaya bir şey çıxartmazdıq. Yəni ki, bir anda təəssüf ki, o həll olunan bir problem deyil. Bəzən insanlar saç tökülməsi mövsümə bağlayırlar. Xüsusilə də payız aylarında saçım daha çox tökülür deyə bildirirlər və hiss edirlər. Bəs həqiqətən mövsümi saç tökülməsi deyə bir şey var? Var.
Mövsümə bağlı saç tökülməsi nə deməkdir? Siz payız dediniz. Məsələn, payız ayında saç tökülür. Ola bilsin, amma mən şəxsən özümdən deyim ki, məsələn, mənim saçlarım heç bir mövsümdə elə də tökülmür. Mən onu hiss etmirəm. Mövsümə necə bağlaya bilərəm? Yay ayı. Yay ayında bizim pasientlərimizin hamısı günəşlənməyi sevir. Dəniz kənarında və yaxud baseynlər istifadə edirlər. Baseyn xlorlu bir sudur, kimyasal maddə. Günəş enerjisi saçı neyniyər? Qurudar. Ondan sonra saçlı dəriyə zərər verər. Sentyabr-oktyabr ayında tökülmə baş verər. Sentyabr-oktyabr ayımızda nədir? Payız mövsümüdür. Biz bunu payız mövsümünə bağlayırıq ki, mövsümə bağlı saç tökülməsi. Sonra yaz aylarında tökülə bilər. Qışdan sonra, qışda bizim D vitaminimiz daha aşağı olar. Günəş çox görmürük. Bilməm ya başqa bir amilə, soyuq havalara bağlı ola bilər. Yaz aylarında saç tökülməsini daha çox müşahidə edərik. Ona görə bir xəstəliyi olmasa, ciddi bir problem olmasa biz onu mövsümə bağlayırıq. Doktor, bir də bəzi insanlarda saç sadəcə tökülür, amma bəzilərdə isə yəni başının müəyyən nahiyələrdə ümumi boşluqlar yaranır. Bu artıq autoimmun və ya digər dermatoloji dəri xəstəliklərin bir əlamətidir. Onu bilsiz necə? Onu artıq pasiyent müraciət etdikdə, biz dermatoskopla müəyyən etdikdə, yəni saçlı dərini müayinədən keçirdikdən sonra, analizlər verildikdən sonra artıq və yaxud bəzən biopsiya edirik. Onlar nəticələr alınandan sonra biz bilirik ki, autoimmundur, yoxsa hansısa da bir dəri xəstəliyi. Autoimmun və yaxud hansısa bir dəri xəstəliyi dediyimizdə ocaqvari saç tökülməsi, yəni ki, belə yumru-yumru, ala-ala saç onlar autoimmundur. Bəzən isə eyni elə bir ala-ala saç tökülməsi, amma göbələk mənşəli, yəni sırf dərinin xəstəliyi ola bilər. Biz onu müayinə zamanı müəyyən edə bilərik. Çünki dermatoloqun əlində Wood lampası var. Dermatoloqun əlində dermatoskopu var, trixoskopu var, ondan sonra və laboratoriyası var. Nə barədə laboratoriyası? Yəni ki, hər bir həkim təbii ki, klinikada çalışarkən o klinikanın bir laboratoriyası var. Burada deməli rezümə etsəm, necə ayırd eləyirik? Qan analizləri, dermatoloqun baxışı cihazlarla Wood lampasıdır, ondan sonra dermatoskopudur. Mikroskop vasitəsilə dəri saça baxılır, yəni ki, saçlar mikroskop altında baxılıb oradan və yaxud bir sıyrıntı götürülür. Orada göbələk varmı, yoxmu, hansı bakteriya varmı, yoxmu müəyyən olunur və sonunda əgər şübhəli bir şey çıxarsa bir biopsiya alınır dəridən. Sonunda histoloji da sizə bir nəticə gəlir. Bu qədər müayinədən sonra mütləq şəkildə tam dəqiq autoimmun olub, yoxsa sırf dərinin hansısa da bir xəstəliyi olub olmadığını ayırd etmək olar. Bu nahiyə-nahiyə tökmələr, saç tökülmələri mənim də başıma gəlib. Düzdür, illər öncə ilk baş verəndə nə olduğunu anlamamışam və artıq gördükdə, yəni müəyyən nahiyə daha çox böyümüşdü və hiss olunurdu ki, bu uzun müddətli baş verib. Sadəcə görsənən bir yer olmadığına görə diqqət yetirməmişəm, bilməmişəm, xəbərim olmayıb və həmin anlarda düşündüyüm ilk şey sadəcə saçın tez çıxmasıdır. Yəni onu necə eləyim ki, bu saç çıxsın? Yəni bu estetik görüntü aradan qalxsın. O problemin nədən yarandığını və nədən baş verdiyini alternativ olaraq nə etməli olduğumu anlamamışam. Müəyyən zamandan sonra bu təkrar oldu. Artıq düzdür, daha görsənən nahiyə idi deyənə daha tez gördüm, amma yenə də həmin an da düşünmədim o barədə ki, bunun səbəbi nə ola bilər. Aradan təxminən 2 il falan keçmişdi və yenidən ancaq saçın tez çıxmasını düşünürdüm ki, necə eləyim, internet araşdırmaları və yaxud da sırf belə düşünərək düşündüyüm bir şeylər var idi. Amma bu yaxınlarda dərkən son dəfə keçən il başıma gəlmişdi. Etap-etap olduğunu hiss eləmədim.
hardasa 3 gün ərzində, yəni müəyyən yüngül seyrəlmə gördüm və 3 gün sonra artıq gördüm ki, yəni o nahiyyə boşalır. Yəni artıq seyrəlir, yəni əməlli keçəlmə baş verir. Onda qorxdum. Düzdür, həmin anda qorxmuşdum, hansı bir müəyyən bir hadisədən sonra biraz stress çəkmişdim, amma onda düşündüm ki, yəqin bunun səbəbi var. Yəni o birisləri diqqət yetirmədim, amma bunu gördüm və 3 gün sonra daha çoxalmasını gördüm deyənə mənə də maraqlı gəldi ki, bunun araşdırmasını necə eləyim? Yəni sırf saç çıxartmaq düzgün bir şey deyil. Bir dermatoloqa müraciət elədim. O mənə dedi ki, bu stressə bağlıdır. Yəni o hadisə olub, qorxmusan və həmin anda, yəni dəri bunu artıq bir cisim kimi, tullantı kimi atır da, yəni o saç. Onu daxilən, yəni sakitləşdirici qəbul eləməsən, yəni müəyyən özünü stabil vəziyyətdə o qorxunun içindən çıxartmasan, nə qədər də sən istərsəmiz preparatlar olsun və yaxud da ekzosomlar olsun, hər hansısa üzdən müalicəsini aparsan, bunun təsiri olmayacaq. Olacaq, amma yenə də tökülmə baş verəcəkdir. Və yəni inyeksiyon prosedurla paralel sakitləşdirici dərman da qəbul eləmişəm. Düzdür, həmin anda dermatoloq həm də mənə məsləhət gördü ki, bir krem olaraq da yəni dəri nahiyəsinə çəkim ki, onun da istərsəniz qıcıqlanma yaradır. Düzdür, yalan deməyəcəm, onu eləmədim. Dedim ki, yəni bu qədəri məncə bəsdir, amma kaş ki eləyərdim. Bəlkə də yüngül atlatdınız siz onu. Yüngül olmadı. Get-gedə, yəni təcrübəmə görə bəlkə başıma gəlib deyənə, o proses, yəni o dərmanı qəbul elədikcə və inyeksiyon prosedurları da paralel olaraq eləyirdim, elətdirirdim. Tökülmüş nahiyyə daha çox böyüsə də qorxuya salmırdı. Çünki artıq bilirdim ki, yəni bu normal proses baş veribsə, müəyyən yolu var. O ora qədər gedəcək. Amma bir etapdan sonra dayanacaq və ümid eləyirdim, deyirdim ki, yəni düşündükcə, özümü qorxutduqca daha çox stressə düşüb daha artmasını, yəni artmasına səbəb ola bilərəm. Və düzdür, çox da deyil, 2 ay sonra artıq, yəni ilk tükləri görəndə çox sevinmişdim və istər-istəməz həyat təcrübəsindən artıq kimsə belə bir yanımda o mövzudan danışanda təcrübəmdən olaraq deyirəm, yəni həqiqətən bu mümkündür, yəni olur. Müəyyən bir zaman lazımdır, tökülmə çoxalır və sırf onu müşahidə eləmək üçün hər prosedurdan sonra ya həftəlik olaraq şəklini çəkirdim və sonradan düzəltdim özüm üçün və artıq anladım. Yəni İnşallah bir də baş verməz, amma növbəti dəfə yenə də başıma gəlsə, yəni artıq başa düşəcəm ki, bu etap necə gedir və necə baş verir. Ətrafımda tanıdığım insanlarda, yəni bu problem rast gəlinsə, artıq mən də bir həkim olaraq Yönəldirsiniz. deyil də, sadəcə məsləhət kimi izah eləyə bilərəm ki, bu olub, bunun yolu budur. Siz həkimə müraciət edin, o sizə daha uyğun yol göstərəcək və qorxmağa ehtiyac yoxdur. Yəni o saç özünü bərpa Tam eləyəcək. doğrudur. Çünki baxın, daha öncə verdiyiniz suallara qüvvə olaraq siz özünüz bir pasiyent kimi bütün bu sualların cavabına bütün bu suallara cavab verdiniz. Siz anamnezinizi danışanda dediniz ki, ilk töküldü, görmədim bir nahiyyə oldu. Ondan sonra bir ara təzədən mən elə başa düşdüm ki, siz artıq üçüncü bir tökülmədə həkimə getdiniz. Siz görün nə qədər zamanınızı itirdiniz. İtirdiniz dediyinizdə, yəni tamam, okey, o bir qorxulu bir şey deyil, amma ki ilk o tökülmədə artıq müraciət etsəydiniz, Bəlkə növbəti baş bəlkə də verməzdi. ay sağ olun, o növbə. Bəli. Ona görə yəni həkimdən qorxmaq lazım deyil. Bəzən pasiyentlər qorxur. İndi həkimə gedəcəm, o qədər analiz yazacaq, o qədər müayinələrdən keçirdəcək, yox bilməm dərman yazılacaq və yaxud siz özünüz də dediniz ki, məlhəmi sürtmədim. Həkim bugünkü gündə siz bir veriliş aparırsınız maarifləndirmək üçün. Düzdür, çox gözəl bir proyektdir. Bugünkü gündə hər kəs bizə baxsa, yəni studiyamıza baxsa, bizi əhatə edən bir neçə dənə kamera var. Bizi əhatə edən bir səsləndirmə sistemləri var. Nəyə görə? Ki, bizim bu işıqlandırmamız var. Bunlar bir sistemdir, düzdür? Çünki bizim onda proqramımız düzgün alınmaz. Efirdə bizim görünüşümüz düzgün alınmaz, səsimiz düz çıxmaz. Görün, hamısı bir-birinə bağlıdır. Bəs həkimin yazdığı resept niyə bir-birinə bağlı olmamalıdır? Həkim resepti yazdığında o şampundan tutma, yəni siz saçınızı nə ilə yumalısınız, nə ilə saçınızı sürtməlisiniz, onun hamısını bir-birinə bağlayıb yazır.
Çünki düşünür ki, mən daxildən tabletkanı verdim. Tutalım, örnək, sink tabletkasını verirəm. Onun mezası yoxdur, tabletka olaraq verirəm. Bütün saçlı dəridə olan yağ vəzlərinin aktivliyini azaldır və mikroelement də qanda azdır, onu artırırıq. D vitamini iynə şəklində vura bilmirik. D vitaminini içməyə veririk. Düzdür? Ondan sonra saçlı nahiyədə egzosom mənə lazımdır ki, yatmış follikulları oyandırsın. Egzosomun tabletkası yoxdur. Bunu iynə vasitəsilə verirəm də. Düz bağlılıq, məlhəm. Deməli, orada ola bilsin ki, hansısa da bir prosesi görüb həkim, o məlhəmi doğru düzgün bilib onu yazıb. Ola bilsin cüzi bir qaşınma olub və yaxud hansısa da bir iltihab prosesi olub ki, məlhəmi siz də orada qırmısınız zənciri və o məlhəmi sürtməmisiniz. Ona görə mütləq həkiminizlə təmasda olmalısınız. Həkiminizlə nə barədə təmasda demirəm, 7-24 zəng eləyin, yazın, yox. Bir konsultasiya zamanınız var. Siz gəlin konsultasiyada sualınızı verin. Heç bir zaman bir tövsiyəm, heç bir zaman həkimdən telefonla, şəkillə müraciət etməyin. Ona görə ki, yox ki, biz bunu sevmirik. Yox, canlı olaraq gördüyümüzü biz şəkildə görə bilmirik. Nəyə görə? Çünki şəkildə o düzgün çəkiliş deyil, şəkildə o böyütücü yoxdur. Canlı olaraq bir də fikir, həkimin tək siz xəstəsi deyilsiniz, bir çox xəstəsi var. Hər kəs yazdıqca o fikir dağınığı, ona görə konsultasiya zamanı həkim o zamanınızı sizə ayırd edir, sizi dinləyir, müayinə edir və sizə bir müalicə tərtib edir. Sosial mediada saç baxımı ilə əlaqəli çoxlu məsləhətlər görürük. Sarımsaqdan tutmuş müxtəlif yağ qarışımlarına qədər. Bəs bunların doğrudan da xeyri varmı? Sosial mediada verilən reseptlər deyim, tövsiyələrin xeyri varmı? Yəqin ki, bir çox pasiyentlər artıq o ilk öncə sosial medianın əlindən keçir. Sarımsağını da sürtür, bilməm soğanını da sürtür və yaxud nə təklif eləyirlər, onları elib, sonunda nəticəni görmədən sonra gəlirlər dermatoloqa. Doğrusunu desəm, sosial mediada biz də hal-hazırda çıxış edirik, maarifləndirmə eləyirik. Ümumi bir baxış danışırıq biz. Yəni sosial mediada bu sarımsağı da sürt, saç tökülməni dayanacaq deyə məncə elə bir şey doğru deyil. Məncə doğru deyil. Bizi sarımsağın sürtməyi nə ilə bağlaya bilərəm? Siz bayaq bir sual verdiniz, dediniz yəqin ki, bu məlhəm nə üçün? Qıcıqlandırmaq üçün. Həmən sarımsağın da funksiyası qıcıqlandırmadır. Amma bəlkə heç bu saç tökülməsində qıcıqlandırmaq lazım deyil, o da ola bilər. Ona görə sosial mediada siz bir var ki, həkim tərəfindən maarifləndirici bir məlumat, bir də var ki, sosial media hər kəs üçün açıqdır. Hər bir insan sosial mediada bir şeylərinə çıxış edə bilər. Məsələn, mən şəxsən özüm manikyur ustamı belə sosial mediada seçmirəm. Mən sadəcə dırnaqda olan rəngi və yaxud o manikyurun modeli, onu seçə bilərəm. Amma ustanın özünü nəyə görə? Mən etibar etdiyim bir usta olmalıdır. Mən onu canlı olaraq görməliyəm və mən hal-hazırda manikyur ustasından danışdım. Yəni həkimi belə dilə gətirmək ayıb olar. Məncə həkimi də ya problemi də həkimin otağında həll eləmək lazımdır. Sosial mediada yoxsa WhatsApp vasitəsilə onu həll etmək doğru düzgün olmaz. Son illərdə PR, image terapiya, egzosomlar və müxtəlif saç prosedurları çox populyarlaşıb. Bu müalicələr həqiqətən effektlidir, yoxsa bəzən gözləntilər reallıqdan daha yüksək olur? Doğru düzgün problemdə seçilmiş yöntəm effektlidir. Sadəcə burada ilk öncə saç tökülmənin səbəbi təyin olunmalıdır və ondan sonra siz bilməlisiniz ki, siz dediyimizdə həkim PRP mi kömək edəcək, egzosom mu kömək edəcək? Çünki bir örnək verim. Əgər pasiyentin qan azlığı varsa, dəmiri daha düşükdürsə də, siz ora egzosom da vursaz, siz onlara PRP də eləsəz, bu dəmir qalxmadan saç tökülmək davam edəcəkdir. Düzdür. Vurduğunuz PRP egzosomudur, mezoterapiya saçlı dəriyə qidalanma verəcəkdir.
hardasa bir təsiri olacaq, angiogenez, yeni damarcıqlar açacaqdır, zərəri olmayacaq, amma nəticəsi də ola bilməyə bilər. Sona saxladığımız bir mövzu var. Saç tökülməsindən də çox saç yağlanmasından olan şikayətlər də var. Hətta elələri var ki, məsələn, səhər saçını yuyur, axşama doğru bu saç yağlanır. Bu hansısa bir baş dərisi xəstəliyidir, problemidir, yoxsa yəni bunun səbəbi nədir? İndi verdiyiniz sual sırf saçlı dəriyə bağlı olan bir sualdır. İndiyənə kimi danışdığımız hamısı saç tökülmələri idi. Amma ki, yağlanma saçlı dəri, yəni ki, dərimizdə olan yağ vəzlərinin aşırı dərəcədə aktiv olması deməkdir. Və bu xəstəliyin adı yağlı sibariyadır. Yağlı sibariyanın müxtəlif bir etiologiyası ola bilər. Qarmonlara bağlı ola bilər. Genetik olaraq bu insan artıq yağlı dəri ilə doğulubdur, o ola bilər. Bəli, yağlı saçlardan, yağlı saçlı dəridən əziyyət çəkən müştərilərimiz, pasiyentlərimiz çox olur ki, səhər yuyurlar, axşam yağlıdır, səhər yuyurlar, 2 gün sonra yağlıdır. Burada biz yenə də bu pasiyentlərin bir neçə aylıq tam bu problemi aradan qaldırmaq mümkün olmur. Amma artıq 1-2 dəfə müalicə yazdıqdan sonra saçlı dərinin yağını azaltmaq, yəni yağ vəzlərinin aktivliyini azaltmaq mümkündür və artıq pasiyent evdə baxımlarını düzgün etdiyinə görə, kontrollü etdiyinə görə bu problemi azaltmaq mümkündür. Doktor, maraqlıdır ki, bəzi insanlarda uşaqlıqdan saçlar sıx və gür olur. Bəzilərində isə daha seyrək və telləri nazik olur. Bu saçın qalınlığı genetika ilə bağlıdırmı, yoxsa sonradan dəyişmək mümkündür? Biz doğularkən artıq bizim saçımızın telinin qalın olub, incə olması kodlaşdırılır. Saçın gür olub olmaması kodlaşdırılır. Bəzi məsələ mənim saçlarım daha incə saç hesab oluna bilər. Amma bir də görürsüz ki, bir qadın olub ki, saçları çox gürdür, elə bil parik taxıbdır. Artıq biz doğularkən bu saçlarımız kodlaşdırılıbdır. Sadəcə həyat tərzimizə bağlı olaraq, yaşımıza bağlı olaraq və yaxud bəzi amillərə bağlı olaraq bir saç həcmimizi itirə bilirik, telimiz incəlir. Bugünkü gündə mən şəxsən bir dəri həkimi olaraq genotipimi dəyişə bilmərəm ki, meza edim, egzosom edim və yaxud başqa bir üsullar edim də saçımın teli qalınlaşsın. Elə bir şey ola bilməz. Mən nə edə bilərəm? Saçımın telini sağlam və yaxud yatmış bir folikulları aktivləşdirib saçımın arasında olan məsafəni sıx edə bilərəm. Bu mümkündür. Ülviyə xanım, bir trixoloq olaraq saç və baş dərisinin sağlamlığını qorumaq üçün insanlara nə məsləhət görərdiniz? İlk öncə saçlarında problem gördüyündə, bu problemi hətta bizim saç ustalarımız da görür. Çünki onlar təmas etdiyində görürlər saçda nə, çünki arxadan sizin xəbəriniz olmur. İlk bir dənə amil ortaya çıxan kimi, ilk bir problem ortaya çıxan kimi çəkinmədən mütləq şəkildə bir dermatoloq, trixoloqa müraciət etmək. Çünki hər bir problemin ilk addımlarında, ilk mərhələsində dayandırmaq daha asan olur. Bir də ki, hər bir insan, istər qadın, istər kişi, saç baxımlarını, ev baxımlarını düzgün etməlidirlər. Düzgün etdiyimiz nədir? Kimyasal maddələrdən biraz çox uzaq olmaq. Kimyasal maddələr dediyimizdə saçlarımızı fiksasiya eləmək üçün gel istifadə edirik, laklar istifadə edirik. Ondan sonra boyamaq üçün boyalarımızdır. Başqa fen istifadə etmək, yəni isti təsiri. Bunlardan mümkün qədər biraz az. Ondan sonra saçımızı yuduğumuzda biz indi elə bir devirdə yaşayırıq ki, hər kəs gündəlik bir duş alır. Hər gün saçı yumaq ehtiyac varmı? Bu bizim üçün çox önəmli bir mövzudur. Çünki biz dermatoloq olaraq hesab edirik ki, heç dərimiz belə hər gün yuyulmalı. Çünki nəyə görə? Dərimizin üzərində su lipid mantiyamız var, qoruyucu bir təbəqəmiz var. Biz onu hər dəfə liftlə, sabunla yuduqca həmən o mantiyanımızı parçalayırıq və mikroblar üçün bir qapı açırıq. Eyni də saç hər gün yuyulmamalıdır normada. Yuyulduqda da indiki bir apteklərdə
bir çox şampunlarımız var. Doğru düzgün şampunlar istifadə olunsun. Ara sıra keratolitik şampunlar istifadə olunsun. Yəni saçlı dərimizi peeling edən şampunlar. Yəni ki, aşırı orada olan ölmüş hüceyrələri aradan qaldırmaq ki, saçlarımızın kökləri də nəfəs ala bilsin. Ona görə bu baxımları da təbii ki, dermatoloq tərəfindən tərtib olunur, verilir və pasient özü idarə edə biləcək bir durumdur bu. Ülviyə xanım, çox sağ olun. Düşünürəm ki, izləyicilərimiz sizin dediklərinizdən sonra düzgün yanaşmanı bu sahədə, yəni saçlarına və baş dərisinə düzgün yanaşmanı anlayacaqlar və bir daha səhvlərə yol verməyəcəklər. Çox sağ olun. Siz sağ olun, siz sağ olun. Əgər bir faydam dəydisə, nə mutlu mənə. Çünki hər zaman belə bir maarifləndirici proqramların olmağı çox gözəl bir şeydir. Çünki izləyicilər heç olmasa maariflənərək nəyin doğru olub, nəyin düzgün olmamağını biləcəklər.